Axşamınız xeyir müəllimlər. WhatsApp və Telegram üzərində paylaşdığımız testlərin izahını verməyə çalışacağım. Qısa və lakonik şəkildə. Hər birinizə xoş izləmələr. 17-ci test tapşırığında aşağıda verilmiş dövlətlərlə bağlı ümumi olan cəhətləri soruşmuşam. A variantına baxdıqda biz xarici müdaxilə nəticəsində süquta uğramaları 1 və 4, yəni Dehli Sultanlıq və Böyük Səlcuq dövləti üçün yazmışıq. Bu bizim testimizin şərtini ödəməyəcək. Məsələn, Böyük Səlcuq imperiyasının baxsaq, onun süqut səbəbinə baxsaq, burada hər hansı bir xarici müdaxilədən söhbət gedə bilməz. Böyük Səlcuq dövləti daxildən parçalanma nəticəsində süquta uğramışdır. Bir neçə hissəyə parçalanaraq süquta uğramışdır. Ona görə də bizim A variantda testimizin şərti ödənilməyəcək. Xarəzmşahlarla diplomatik münasibət yaratmalarını biz Dehli Sultanlığı və Şirvanşahlar üçün qeyd etmişik. Bu, bəli, bizim testimizin şərtini ödəyəcək. Şirvanşahlar dövlətində biz 1-ci Axıstanın dövründə məhz Xarəzmşahlarla diplomatik münasibətlər qurulduğunu, Dehli Sultanlığında isə Şəmsəddin Eltutmuşun dövründə Xarəzmşahlarla diplomatik əlaqə qurulduğu qeyd olunur. Deməli, bizim testlərimizdən biri olacaq, daha doğrusu cavablarımızdan biri olacaq B variantı. Əmir Teymura qarşı mübarizə aparmaları 1 və 3 üçün qeyd etmişik, yəni Dehli və Qızıl Ordu. Bu isə bizim düzgün cavabımız olacaq. O nöqteyi nəzərdən ki, Əmir Teymur, daha doğrusu Dehli Sultanlığı 14-cü əsrin sonlarında 1398-99-cu illərdə, Qızıl Ordu dövləti isə məhz 1387-ci ildən başlayaraq 1395-ci ilə qədər Teymurilərə qarşı mübarizə aparmışdır. Bunlar arasında müharibələr baş vermişdir. Məsələn, Terek döyüşünü biz nümunə göstərə bilərik. Bu deməli doğru fikir olacaq. Bizans torpaqlarının bir hissəsini ələ keçirmələrini biz Qızıl Ordu və Böyük Səlcuq dövləti üçün yazmışıq. Burada təbii ki 4 Böyük Səlcuq imperiyası düzgün cavab olsa da, Qızıl Ordu dövləti bizim mövcud dərsliklərimizdə yer alan məlumatlara əsasən hər hansı bir Bizans torpağının ələ keçirdiyi haqqında bir məlumat yoxdur. Ona görə də D variantı bizim testimizin şərtin ödəmir. Akkoyunlarla dostluq əlaqələri qurmaları isə 2 və 3-ə yazmışıq. 2-də Şirvanşahlar dövləti qeyd olunub. Bəli, Şirvanşahlar dövləti deməli uzun əsrlər dövründən başlayaraq elə Şirvanşahlarla qohumluq əlaqələr, daha doğrusu dostluq əlaqələr mövcud olub. Hətta Yaqub padşahın dövründə bu qohumluq əlaqələri ilə daha da möhkəmləndirilib. Qızıl Ordu dövlətini isə biz 1475-ci ildə Moskva knyazlığının Akkoyunlu sarayını elçi göndərərkən oradakı yaranan mənzərə ilə bağlı bizim məlumatımız var. Qızıl Ordu Moskva knyazlığından əvvəl davranaraq Akkoyunlardan cənub sərhədlərinin toxunulmazlığı barədə təminat almışdı. Buradan biz yola çıxaraq Qızıl Ordu ilə Akkoyunlu dövləti arasında dostluq əlaqələrinin mövcud olduğunu, hər hansı diplomatik əlaqələrin mövcud olduğunu bilmiş oluruq. Ona görə də cavabımız E variantı da olduğundan olacaq B, C və E variantı. 17-ci test tapşırığında. Növbəti sualımız 27-ci sualdır. Burada isə müəllimlər biz uyğunsuzluğu müəyyən edəcəyik. Yəni bu tipli test tapşırıqlarında biz uyğunluq deyirsə doğrunun qarşısında doğrunu, yanlışın qarşısında yanlışı seçirik. Amma uyğunsuzluq olduğuna görə deməli biz doğrunun qarşısında yanlışı, yanlışın qarşısında doğrunu tapmalıyıq. A variantında Həsən padişah tamğa vergisini ləğv etməyə təşəbbüs göstərmişdir. Doğru fikirdirmi? Bəli, doğru fikirdir. Və doğrunun qarşısından doğru yazıldığına görə bizim testimizin şərtini ödəmir. Şah Süleymanın dövründə Ruslarla baş vermiş münaqişə Səfəvlərin qələbəsi ilə nəticələnmişdir. Yanlışdırmı? Bəli, yanlışdır. Niyə? Çünki Şah Süleymanın dövründə biz Ruslarla hər hansı bir münaqişənin olduğunu rastlaşmırıq. Əksinə Şah Süleymanın dövründə Ruslarla əlaqə yaxşı olub, ticarət müqavilələri imzalanıbdır. Burada da yanlışın qarşısında yanlış yazıldığına görə bizim testimizin şərtin ödəmir. C variantında Dərbəndilər sülaləsinə son qoyulması ilə Azərbaycan torpaqlarının birləşdirilmə prosesi başa çatmışdır. Bu yanlış fikirdir. Və yanlışın qabağında doğru yazıldığına görə bizim testimizin şərtini ödəyəcək. Desəniz ki, müəllim, niyə? Ona görə ki, Azərbaycan torpaqlarının birləşdirilmə prosesi 1551-ci ildə Şəki hakimliyinin də ləğv edilməsi nəticəsində başa çatmışdır. D variantında Sultan Süleymanın ilk 3 yürüşündən fərqli olaraq 4-cü yürüşündə Təbriz şəhəri ələ keçirilməmişdir. Bəli, bu doğru fikirdir.
və doğrunun qarşısında yanlış yazıldığına görə bizim yenə də testimizin şərtini ödəmiş olacaq. E variantında isə 2-ci Səfəvi Osmanlı müharibəsində Səfəvi dövlətinin məğlub olma səbəblərindən biri də iki cəbhədə müharibə aparması olmuşdur. Bu doğru fikirdir. Burada məhz Osmanlı və Şeybanilərdən söhbət gedir. Bilirsiniz ki, Şeybanilər də bundan istifadə edərək, yəni Osmanlılarla müharibədən istifadə edərək 86-89-cu illərdə Xorasan ərazisini Səfəvilər dövlətindən qopartmağı bacarmışdı. Yəni bu doğru fikirdir və qarşısında yanlış yazıldığına görə bizim testimizin şərtini ödəyir. Deməli bu testimizdə də gözəl müəllimlər cavabımız olacaq C variantı. Növbəti testimizdə isə biz 32-ci sual Osmanlı dövləti ilə bağlı test tapşırığına baxacağıq. Burada uyğunluğun altından uyğunluğu, uyğunsuzluğun altındansa uyğunsuzu. Yəni belə deyək də doğrunun altından doğrunu, yanlışın altından yanlışı seçmiş olacağıq. 3-cü Əhmədin Avstriya ilə və Venesiya ilə müharibələr aparması, Balkan yarımadasında ərazilər itirilməsi. Bu təbii ki doğru fikirdir. Müqəddəs İttifaqın üzvləri Avstriya və Venesiya ilə. Hətta bunun əvvəllər ilin də yazardılar. 1715-18-ci il müharibəsi. Deməli uyğunluqdurmu? Bəli. Testimizin şərtini ödəyir. A variantı. Sonra B-yə baxırıq ki, yeniçərilərə 3 aydan bir əlavə maaşlar qadağan edildi. Bu 1-ci Mahmudun dövründə yazmışıq. Bu təbii ki uyğunsuz cavabdır. Yeniçərilərə 3 aydan bir əlavə maaşlar 3-cü Səlimin dövrünə aiddir. C variantında isə biz Avropada daimi səfirliklər açılmışdı 3-cü Səlimin dövründə. Bəli. Bu doğru fikirdir. Ümumiyyətlə yadımızda saxlayırıq ki, Avropada ilk nümayəndəliklər, hətta buna biz keçici səfirliklər də deyə bilərik, 3-cü Əhmədin dövründə açılıb, daimi səfirliklər isə 3-cü Səlimin dövründə açılmışdı. Deməli, 1 və A, C olmalıdır. Biz məhz bu yoldan, belə deyək, variantlardan yola çıxsaq, əslində testimizin cavabını almış oluruq ki, A variantı, amma yenə də digər variant tərəfə də sütuna da baxaq. Uyğunsuzluq hissəsində Avropa nümunəsində nazirliklər yaradıldı. Bu bilirik ki, Osmanlıda 2-ci Mahmudun dövründədir. 2-ci Mahmud isə 1809, 809 da deyə bilərik, 1839-cu illərdə hakimiyyətdə olub. Bu isə 19-cu əsrdir. Biz burada 18-ci əsr yazmışıq. Deməli, uyğunsuzdur mu? Bəli, uyğunsuzdur. B-də 3-cü Səlimin ordu sahəsində islahatlar keçirməsi yazmışıq. Yeniçəri birliklərinin ləğv edilməsi. Məhz Yeniçəri birliklərinin də ləğv edilməsi 2-ci Mahmudun adı ilə bağlıdır. Bu 3-cü Səlimin adı ilə bağlı deyil. 3-cü Səlim ordu islahatı keçirtmişdi. Yeni ordu yaratmışdı. Hətta bunun əvvəlki dərsliklərdə adı da yazılırdı. Nizami Cədid ordusu. Amma Yeniçəri birliklərini ləğv etməyi bacarmamışdı. Ona görə uyğunsuz cavabdır. Bəli. Deməli bizim testimizin şərtini ödəyir. C variantında isə Krit adası fəth olundu. Fazil Əhməd Paşanın tədbirləri nəticəsində bu da doğrudur. Deməli, Kipr adası 2-ci Səlimin dövründə, Krit adası isə Fazil Əhməd Paşanın dövründə deməli, fəth olunmuşdur. 1-ə AC, 2-ə AB, yəni A variantı olacaq. Növbəti test tapşırığımız isə 35-ci test. Attillanı Mihraqulu xandan fərqləndirən hansı xüsusiyyətlər Böyük Karl üçün səciyyədir? Biz bu testləri taparkən adətən birinci hissəyə baxırıq. Əgər birinci hissədə bizim testimizin şərti ödənilirsə, sonraki mərhələdə isə artıq Böyük Karlı olan hissəyə baxacağıq. Deməli, Attillanı Mihraqulu xandan fərqləndirən dövlətin ərazisinin genişləndirməsi hər ikisi üçün oxşar cəhətdir. Bu fərqləndirici xüsusiyyət deyil. Güclü ordu yaratması, bu da hər ikisi üçün ortaq xüsusiyyətdir. Dövlətin ən qüdrətli hökmdarı olması, bu da hər ikisi üçün oxşar cəhətdir. Bizans ilə diplomatik əlaqələr qurması, bəli, bu Attillanı Mihraqulu xandan fərqləndirən xüsusiyyətdir. Mihraqulu xan, bilirsiniz ki, bunlar Axund dövlətinin hökmdarı olub, Axund dövlətinin ən qüdrətli dövrü olub və burada Bizans ilə hər hansı bir diplomatik əlaqələrin qurulmasından söhbət getmir. Deməli, bizim doğru cavablarımızdan biri 4 olacaq. Hansı ki, biz Attillan'da 434 və 447-ci illər məsələsini bilirik. Baxaq görək indi ikinci hissəyə baxaq. Böyük Karl üçün oxşardımı? Bəli. Məsələn, biz Böyük Karlın da Bizansla Abbasi xilafəsi ilə diplomatik əlaqələr qurmasını bilirik. Hətta yenə də deyirəm, əvvəlki nəşrlərdə 812-ci ildə Böyük Karlın, daha doğrusu Bizansın Böyük Karlı imperator kimi tanıması məsələsi öz əksini tapırdı. Bu 4 bizim cavabımız olacaq. Sonraki 5-ci məsələ. Hindistanın şimal-qərbini ələ keçirməsi Mihraqulu xanın Attilladan fərqli xüsusiyyəti olduğuna görə bizim testimizin şərtini ödəmir.
Altıncı məsələ isə Roma papası ilə əlaqələrin mövcud olması. Bu təbii ki, Attilanı Mihraqula xandan fərqləndirir. Məsələn, biz Attilanın Roma papası ilə hansı xüsusiyyətini bilirdik? Elə Roma papasının Attillaya yalvarması, xahiş etməsi, Romaya toxunmaması, Attilanın Hunların üstünlüyünü tanıması və s. ki, belə bir məsələ var. Yəni, belə bir siyasi əlaqələr mövcud olub. Böyük Karl isə elə məhz Böyük Karl imperator titulunun verilməsi Roma papasının adı ilə bağlıdır. Deməli, Attilanı fərqləndirdi. Böyük Karl'la da oxşar oldu. Cavabımız 4-6, yəni E variantı o oldu. Növbəti test tapşırığımız isə, əziz müəllimlər, 17-ci test tapşırığı proseslərin mümkün nəticələrini seçin. Nəzərdə çatdırım ki, bu suala bizim WhatsApp və Telegram üzərində bir çox müəllimlər və müdavimlər yanlış cavab veriblər. İndi baxaq bizim testimizə. Sol tərəfdəki fikirlər və sağ tərəfdəki fikirlər. Yəni, sağ tərəfdəkilər sol tərəfdəkilərin nəticəsi olmalıdır. Xüsusiyyətləri oxuyarkən biz kapitalizm inkişafı üçün hərbi əməliyyatların aparılması, kənd təsərrüfatı məhsullar istehsalının azalması, ordu xərclərinin çoxalması, burjuaziya və yeni zadəganların daha da varlanması kimi məsələlərlə tanış oluruq. Bu bilirsiniz ki, İngiltərədə Respublika dövrünün sonlarında Respublikadan əhalinin əsas narazılıq səbəbləri idi. Yəni, bu kimi bu soldakı səbəblər İngiltərə Respublikasında əhali arasında narazılıq yaranır. Çünki əsas xərclər, pullar orduya xərclənir. Kənd təsərrüfatı məhsulları istehsalı azalır. Kapitalizmin inkişafı üçün bilirsiniz ki, hətta İrlandiya səfəri də var idi İngiltərə Respublika dövründə. Orada kapitalizmi inkişaf etdirmək adı ilə işğalçı hərbi əməliyyatlar həyata keçirirdilər. Və bu proseslərin nəticəsində İngiltərədə Respublika quruluşuna son qoyulacaq. Respublika quruluşuna. Və ölkədə Oliver Cromwell'in rəhbərliyi ilə hərbi diktatura qurulacaq. Yəni, cavabımız C variantı olacaq. İngiltərədə vətəndaş müharibəsi bu soldakı yazdığımız səbəblərdən əvvəlki hadisədir deyə götürə bilmərik. Stuartlar sülaləsinin devrilməsinin isə yenə də bu soldakı hadisələrdən, səbəblərdən əvvəlki hadisədir. Yəni, Stuartlar sülaləsi bilirsiniz ki, 2 dəfə devrilib. 1660 artıq sonraki proseslərdir. Yəni, onun sol tərəfdə verilən fikirlərlə əlaqəsi yoxdur. Uzun müddətli parlamentin hakimiyyəti ələ keçirməsi də 1640-cı ilə deməli İngiltərədə uzun müddətli parlament çağırılıb və 53-cü ilə qədər fəaliyyət göstərib. Bu da təbii ki, əvvəlki hadisə olduğuna görə bunu götürə bilmərik. Doğru cavabımız C variantıdır. Xoş izləmələr hər birinizə və hər birinizə də ayın 4-ü baş verəcək MİQ imtahanında bol-bol uğurlar və müvəffəqiyyətlər arzulayıram. Təşəkkür edirəm izaha axıra qədər qulaq asanlar, dinləyənlərə. Minnətdaram hər birinizə.